Salam mənim qardaşım. Aleykümselam qardaşım. Anonimliyi qoruyuruq, adı çəkməyə ehtiyac yoxdur. Prosta biraz özün haqqında məlumat ver. Tamam. Mən Bakıda doğmuşam. Deməli, prosta elə yerdə idim ki, hər yerdə ya orada istifadə edirlər. Baxırdım onlara. 9-cu sinifdən başladım istifadə eləməyə. Belə istifadə edən vaxtı gördüm ki, Nə istifadə edirdin qardaşım? birinci içki başladı. Baxırdım məktəbdə necə məktəbin arxasına uşaqlar yığılırlar, içki içirlər. Mən də bu ara baxırdım, fikirləşirdim ki, bunlar bombadırlar da, bunlar dərsə getmirlər, içki içirlər, öz başınalıq çox edirlər. Maraqlı deyil də bu ara məktəb. Mən də fikirləşirdim ki, mən bu ara qoşulsam, fikirləşəcəklər ki, mən də yəni bombayım, yəni mən məktəb xanında deyiləm. Ki onda belə deyim də, nətər deyim, məni fikir asıldı məni cəlb edirdi ki, mən Rahat danış rus dilində danış. İstəsənsə rahat rus dilində danışa bilərsən qardaşım. yo rahat danışıram qardaşım. Uşaqlıqdan mən evdə deyirlər ki, oxu dərsləri falan, elə ki botanik kimi idim də uşaqlıqda. Sonra da sinif 9-cu sinif, 10-cu sinifə keçəndə başladı məndə içki içməyə falan belə. Bir günü bir dənə sinif yoldaşım yüngül gətirdi, narkotik. Onu çəkdim. Marihuana, nə işə? Bəli. Onu çəkdim, gördüm ki, yəni belə deyim də, birinci istifadə mənə elə belə deyim, sevdim o narkotiki, belə deyim. Başımı ağlatdı da. Ki gördüm ki, mən axtardığım elə buydu da. Özüm elə o belə deyim də, başım inanırdı ki, bu axtardığımı tapmışam da. Yenicə mən özgüvənim xodlanıb, oldum daha necə deyim, oldum daha uverenim də, belə deyim. Belə başladım, nə bilim, Yalançı özgüvən gəldi sənə. yalançı özgüvənim gəldi. Gördüm ki, mən bunu istifadə edəndə istədiyimi elə bilirəm də. Amma əslində qıraqdan elə göstərir ki, ağzıma gələn deyirdim açığı da. Başladılar müəllimlər fikir verməyə ki, mən dərsə özümdə gəlmirəm, gözlərim qıpqırmızı. Günün bir günü elə oldu ki, sinif yoldaşımla elə tualetdə o marihuananı istifadə elədik. Elə oldu ki, mən kustum elədim, biabırçılıq oldu açığı. Evdəkilər gəldilər, məktəbə çağırdılar, məni məktəbdən qovdular. Belə. Sonra həyat bu sferalar, bu sonra istifadən sonra necə oldu? Yəni ağır narkotiklər necə oldu keçdi? Ağır narkotik, mən kollecə keçəndə bizdə elə bir kollecin yanında aptek var idi. O aptek dərmanları satırdı. Elə kollec yoldaşım deyib ki, bəs orada bəs dərman satırlar, gəl baxaq da istifadə edək. Ondan qabaq bəs yüngül istifadə edirdi, belə deyim. Aldıq, mən atdım o dərmanı. Gördüm ki, lap marihuanadan da lap şeydir də, yəni belə cəlb edici bir maddədir də o. Bir gün, 2 gün sonra ayılıram ki, bir ay dayanmadan mən